Kapital Palmalı bildirir ki, Elvin Cəfərquliyev sadəcə yaraşıqlı oğlandır, niyə əvvəldən oynamadı? Qatılıram, həqiqətən Qurban Qurbanov məncə bu isrardan əl çəkməlidir. Əgər Elvin Cəfərquliyev satılacaqsa, başqa klublara gedəcəksə, ona qədər belə start heyətində yer almalıdır. Bugün faktiki görsəndir ki, Elvin Cəfərquliyev Lanqadan səviyyəli futbolçudur, Lanqadan keyfiyyətli futbolçudur. Bugün biz ikinci yarıda... Rüfət girdi, Səkin yerini özünü göstərdi, Elvin girdi. Lanqanın yerini özünü göstərdi və bugün o Rüfətlər, o Elvin Cəfərquliyevlər nə bilim, kör-təbii şəkildə inkişaf edən yerli futbolçularımızda hər hansı bir sistem görmədən. Kaş 2-3 dənə də belə hücum tərəfə səpələyərdik. Bəli, bəli. Çox həqiqətən Elvin Cəfərquliyev oyuna öz qatqısını qatdı, cinahdan o reydləri, ötürmələri kifayət qədər təhlükəli alındı. Məncə hazırda Elvin Cəfərquliyev hətta çəkinmədən deyərdim ki, bəlkə Lanqanı birbaş üstələyər, amma təəssüf ki, görünən odur, gələcək planlarda Lanqadır deyə Qurban Qurbanov israrla Lanqanın start heyətdə yer almasına çalışır, yer verir, möhkəmlənməsinə çalışır və belə də biz Elvin Cəfərquliyev bitiririk. Oyun praktikasından əziyyət çəkir, amma buna rəğmən həqiqətən Elvinə əhsən düşür. Hoca, sən nə düşünürsən? Elvin satılmalıdır? Planlarda satılmalıdır, amma məncə... Yox, hazırki vəziyyəti dəyərləndir. Bilirsən necədir? Avropanın ortabab klubuna gedəcək, gözdən könüldən uzaqda qalacaqsa, Qarabağ kimi klubda oynayır da, top səviyyədə futbol oynayır. Sıradan bir kluba gedəcəksə, Qarabağda qalmağının tərəfdarıyam. Yox, hər hansı samballı bir kluba gedəcəksə, təbii ki, bu şərtlər altında əgər səni klubda istəmirlərsə, Qurban Qurbanovun planlarına daxil deyilsənsə, karyeranı burada məhv etməyin bir anlamı yoxdur. Yəni, Qurban Qurbanov tamamilə gözdən çıxarıbsa Elvin Cəfərquliyevi, düşünürəm ki, hətta o təzminat məbləğində də müəyyən güzəşt olunmalıdır. Bu futbolçu çıxıb getsin. Həqiqətən iradə göstərir, əvəzedici komandaya göndərildi. Səncə onda belə bir vəziyyətdə biz bir egoizm görürükmü? Əgər sənin planında yoxdursa klub olaraq, buna şərait yaratmalısan ki, çıxsın, getsin də. Əslində bir tərəfdən müəyyən bir jest etdi ki, nizam-intizam qaydaların postada bağışladı, əsas komandaya gətirdi. Bu əvvəl şeydir. Bunun davamını da gətirmək lazımdır. O mənada deyirəm. Bunun davamını da gətirmək lazımdır. Məncə gedən günə qədər Elvin Cəfərquliyev faktiki bu günləri Lanqadan üstün futbolçudur. Start heyətində yer almalıdır.